Tərtər rayon Qaradağlı kəndində anadan olan Bakı şəhəri Binəqədi rayonunda kirayəyə yaşayan, əvvəllər dəfələrlə dələduzluq cinayətinə görə məhkum olunan Müslüm Mustafayev Kənişoğlu yenidən dələduzluğa əl atmaq qərarına gəlib. Bu məqsədlə adının Musa olmasını deyərək özünü Azərbaycan Respublikası Prezident aparatının xüsusi şöbəsinin işçisi kimi təqdim etməklə Zərdab rayonunun Alcanlı kənd sakinlərini işə düzəldəcəyini vəd edib. O necə deyərlər, kənd sakinlərinə dırnaqarası cənnət vəd edib. Məhz bunun müqabilində isə onları aldadaraq pullarını dələduzluq yolu ilə ələ keçirib. Belə ki, kənd sakini Arif Əsgərovun Bakı Texniki Universitetdə oxuyan oğlunun imtahan kəsirlərini düzəldəcəyini vəd edərək ondan 1000 manat məbləğində pul alıb. Niyazi Abbasovu və Mahir Əsgərovu daxili qoşunların xüsusi təyinatlı bölməsində işə düzəldəcəyini, bunun müqabilində hər birindən 500 manat məbləğində pulunu, Aqil Nəcəfova isə ona sosial yardım düzəldəcəyini vəd edib 200 manat məbləğində pulunu almaqla dələduzluq edib. Dələduzluqda şübhəli bilinən şəxs Zərdabda Qədim adlı tanışı vasitəsilə kənd sakinlərinin etibarını qazanıb. Özünə iş tapa bilməyən Müslüm bu yolla hər kəsi yüksək maaşla işə düzəldəcəyini deyib. Gördüm dolanamıram, acından ölürəm, kiraya qalıram, kiraya haqqını verə bilmirəm. Ona görə də belə eləmişəm. Necə hara gəldiniz, nə fikir? Zərdabın Alcanlı kəndi tanıyırdınız, orada tanışlarınız var. Bəli, qədimlə tanışdığım olubdu, qədimdə əmsi uşaqlardı. Qeyd edək ki, dələduzluqda şübhəli bilinən Musa ləqəbli Müslüm Mustafayev törətdiyi əməlin etibarlı olması üçün aldatdığı şəxslərə öz şəxsiyyət vəsiqəsini zamin üçün verib. Bununla da zərər çəkənlər bu yolla ona inanıblar. Müslüm Mustafayevin digər dələduzluq əməllərindən zərər çəkmiş şəxslərdən və onu tanıyanlardan bu haqda Zərdab rayon polis şöbəsinə məlumat vermələri xahiş olunur.